Bu günlərdə baş tutan zəka və texnologiya qovşağı müəllimlər üçün Olimpiada AI birinci qurultayı Azərbaycanda təhsilin gələcəyinə dair mühüm mesajlar verib. Fana Akademiya və Müasir İnnovasiyalar Liseyinin təşkilatçılığı ilə keçirilən tədbir həm intellektual olimpiadaları, həm də süni intellektin tədrisində tətbiqi mövzularını bir araya gətirib. Qurultayda Milli Məclisin deputatları Ceyhun Məmmədov və Müşfiq Məmmədli, Milli Liseyin direktoru Sevinc Əliyeva, tanınmış təhsil ekspertləri Camal Kərimov, Zülfiyə Vəliyeva, Emrah Həsənli, Aynurə Abdullayeva, idarəetmə üzrə ekspert Tariyel Mustafayev və digər iştirakçılar müasir təhsil çağırışları barədə fikirlərini bölüşüblər. Daha sonra Müasir İnnovasiyalar Liseyi Olimpiadalar üzrə koordinator, Beynəlxalq Olimpiadaların Azərbaycan üzrə koordinatoru Faiq Əliyev, Bakı Mühəndislik Universiteti Kompüter Elmləri və Riyaziyyat Kafedrasının baş müəllimi Bəhman Qüdsi, ADA Universitetinin professoru Basil Almabarak, Fana Akademiyinin müəllimi Qorxmaz Əliyev, uşaq psixopedaqoqu Leyla Cabbarova, Təhsil Qiymətləndirmə Mərkəzinin direktoru Nurəli Mirzəyev müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Qeyd edək ki, qurultayın əsas məqsədi müəllimlərin müasir təhsil metodologiyaları ilə tanış etmək, onların süni intellektdən effektiv istifadə bacarığını genişləndirmək və olimpiada hazırlığı sahəsində yeni praktik yanaşmalar təqdim etmək idi. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Nigar Abbasova, 525-ci kanal.